Mən hal-hazırda Qarayev, Şəhid Qarayev Eltungilin evindəyəm. Bax, şəhid 2002 təvəllüdlü 2020-də dəfn olunub. Şəhidin olduğu yer, yaşayış yeri buradır, bu daxma, daxal. Yəni burada böyüyüb, boya başa çatıb. Yaşadığı yerə baxın. Hal-hazırda Bərdə icraatçısına neçə dəfələrlə deyiblər ki, yəni bizə köməklik eləyin. Gəlib baxıb eləyən yoxdur. Bunlarla maraqlanmırlar. Pəncərəsində bax, şüşə yox. Bax, bu abırda yaşayırlar. Sizdən xahiş edirəm, köməklik eləyəsiniz bu ailəyə. Çox pis vəziyyətdədirlər. Dəfələrlə müraciət ediblər, baxılmayıbdır. Yəni burada da gördüyünüz kimi yağış yağıb, çox pis haldadır, uçub dağılır hər yer. Baxın, bu cürə şəhid görün hardan çıxıb, hangi daxaldan çıxıb, şəhid olub. Heç kim maraqlanmır. Dəfələrlə gediblər, Bərdə icraatçısı Vidadi İsayevə də deyiblər. Deyibdir ki, yəni nəzərə almağınız xahiş olunur, tikiləcək. Amma heç bir insanlar maraqlanmır. Belə də yaşayırlar, belə də qalıb. Burada da yenə də pəncərədə yox, şüşə yox. Klyonkalanıb. Çox pis. Burada yaşayırlar. Da evin çölüdür, daxalın. Uçub dağılır. Yağış yağır, tökülür düz içinə evin. Bu abırdadır bu ev. Bir şəhidin evi. 44 günlük şəhidin evi. Tikən yoxdur, maraqlanan yoxdur, uçub dağılır. Ata xəstə, anası xəstə. Yəni heç bir insanlar maraqlanmır bu şəhidin evi ilə. Bu vəziyyətdədir. Sizdən xahiş edirəm. Bu şəhid valideynlərinə dəstək olun, kömək eləyin. Bunların evi tikilsin. Sizdən çox xahiş edirəm. Bax, bu vəziyyətdədirlər. Neçə dəfə müraciət ediblər, baxılmır. Yəni, heç kim baxmır da. 7-8 nəfər yaşayırlar, bax, bu daxalda. Uçub dağılır. Baxın, qəzalı vəziyyətdədir. Çox pis, yağış yağır, tökülür içəri. Şəhid Qarayev Eltun, bax, bu daxalda böyüyüb, boya başa çatıb gedib. Şəhid olub vətən yolunda. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Prezidentimdən dəstək istəyirəm, prezidentimdən kömək istəyirəm. Bu şəhid valideynlərinin evi tezliklə tikilsin. Bu qədər. Çox pis vəziyyətdədirlər, çox pis. Yəni kömək göstərək bunların evi tikilsin. Vəziyyətləri həqiqətən pisdir. Yağış yağır, buxurdan tökülür içəri. Yəni pəncərədə də yenə deyirəm şüşəsi yox. Xahiş edirəm, bu evə dəstək olun, bu ev
köməklik olunsun, tikilsin tezliklə. Qabaqdan qış gəlir, qalıblar çöllərdə.